Dünyada hökm sürən iqtisadi böhran Həzrəti Mehdinin çıxış əlamətidir. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm hədislərində Həzrəti Mehdinin çıxış əlamətlərini bildirməklə müsəlmanların bu hadisələrin ard-arda baş verdiyini gördükləri zaman Həzrəti Mehdinin zühur etdiyini anlamalarına kömək olmuşdur. Hədislərdə Həzrəti Mehdinin gəldiyini xəbər verən və bütün dünyada hökm sürən güclü iqtisadi böhranın yaşanacağı bildirilir. Resulullah sallallahu aleyhi və səlləm axır zamanda ticarətdə durğunluq olacağını, hər kəsin qazancından şikayət edəcəyini, həyat səviyyəsinin aşağı olacağını, bir sözlə ciddi iqtisadi böhran yaşanacağını bildirmişdir. Həzrəti Mehdi çıxmadan öncə millətlər arası ticarət əlaqələri və yollar kəsiləcək, insanlar arasında fitnələr çoxalacaq. Həzrəti Mehdinin zühurundan üzə çıxmadan öncə bazarlarda durğunluq, gəlir azlığı olacaq. Hər kəs qazancından şikayətlənəcək, varlılara puluna görə hörmət ediləcək. Kəsadlaşma olacaq. Hər kəs sata bilmirəm, ala bilmirəm, qazana bilmirəm deyə şikayətlənəcək. Bildiyimiz kimi 2007-ci ilin oktyabr ayında Amerika Birləşmiş Ştatlarında başlayan böhran, Amerika Birləşmiş Ştatları ilə yanaşı İngiltərə, Almaniya, Çin, Macaristan, Polşa, Argentina, Hollandiya, Fransa, Rusiya kimi ölkələrin də bazar iqtisadiyyatını sarsıdaraq qlobal böhrana çevrildi. Birləşmiş Millətlər Təşkilatı bu böhranı əsrin böhranı adlandırdı. Böhran onlarla böyük şirkətin iflas etməsinə, milyonlarla insanın işsiz, minlərlə insanın evsiz qalmasına, bir çox ölkələrdə istehsalın kəskin azalmasına, hətta ölkələrin iflasına səbəb oldu. Yoxsulluq sadəcə müəyyən ölkələri deyil, habelə müasir ölkələri təsiri altına alan təhlükəyə çevrildi. Allah Quranda xalqlara xəbərdarlıq edən, nəsihət verən elçi və ya peyğəmbər göndərdiyi zaman o xalqları sıxıntı, yoxsulluq və çətinliklə, yəni iqtisadi böhranla qorxutduğunu xəbər verir. Biz hansı bir ölkəyə peyğəmbər göndərdiksə, onun əhalisini sıxıntıya və bəlaya düçar etdik ki, bəlkə boyun əyələr. Ərəf surəsi 94-cü ayə. Allah elçilərini xalqların xilasına səbəb etmişdir. Hər peyğəmbər, hər elçi göndərildiyi dövrün Mehdisidir. Yaşadığımız axır zamanda isə bəşəriyyətin xilasına Həzrəti Mehdi səbəb olacaq. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm hədisində biz o şəxsi Həzrəti Mehdini axtarmaq üçün gəldik ki, fitnələr onun əli ilə sönə bilər, deyə bildirir. Allah keçmiş qövmləri iqtisadi böhranlarla xəbərdar edib sınadığı kimi, eyni ilə axır zamanda da Həzrəti Mehdinin çıxışından öncə güclü iqtisadi böhran meydana gətirmişdir. Allahın izni ilə bu böhran Həzrəti Mehdinin İslam əxlaqını dünyaya hakim etməsi ilə tamamilə ortadan qalxacaq, yoxsulluğu misli görülməmiş bolluq və zənginlik əvəz edəcək.